Hər vaxtınız xeyir olsun. AFA televiziyasının efirində İlham Tumaslı 40 dəqiqənin vaxtıdır. Bir neçə gündür həm mətbuatda, həm sosial şəbəkələrdə Göyçə və Aşıq Ələsgərlə bağlı müzakirələr gedir. Buna səbəb müəllif Nazir Əhmədlinin Göyçə mahalı haqqında yazdığı kitabda iddiaçıların dediyinə görə, qarşı tərəfin dediyinə görə yol verdiyi çox ciddi təhriflərdir, ciddi səhvlərdir. Biz bugün məhz qonaqlarımızla birlikdə bu mövzunu müzakirə edəcəyik. Nazir Əhmədlinin yazdığı bu kitab hansı təhlükələrdən xəbər verir? Yəni, qonaqlarımız bu fikirdədirlər. Mənim qonaqlarım Xətai Ələsgərli, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair tədqiqatçı Niftalı Göyçəli, jurnalist tədqiqatçı Qabil Zimistanoğlu, Vətənpərvərlər Cəmiyyətinin sədri Arif Məhərrəmov və jurnalist Mürvət Yusifovdur. Xoş gördük dostlar hamınızı. Niftalı müəllim, gəlin sizlə başlayaq. Açığı, Nazir müəllimin kitabını ümumi bir şəkildə vərəqləmişəm. O, bizim dostumuz Füzuli Sabiroğlu sağ olsun, zəng elədi mənə, dedi ki, bu mövzunu qoymaq lazımdır. Və siz də sonra Mürvət müəllimlə danışdıq, o da qərara gəldi ki, müsbət mövzunu eləyək. Bu kitab nəyə görə hesab edirsiniz ki, təhlükəlidir və nəyə görə Nazir Əhmədlini belə edək qınayırsınız? Bəli. Əvvələ biraz tarixə keçim ki, Əli Xaçatür Abovyanın o devirdə yazdığı Böyük Ermənistanın bəlaları. Bəli, bəli. Burada da məqsəd yönlü yazılmışdı. Güya ki, oradan Naxarlar, Qarabarlar, Alban tayfalarını quraşdırır. Nəsə, o kitabda ki, yəni ki, burada qədim ermənilər yaşayıb bu torpaqda. Sonra ardınca tarixlər keçdi, Ocaq kitabı çıxdı, Zorbalayanın. Burada da Arsaq adında tariximiz saxtalaşdı. Bəli. Yalançı mənbələr əsasən və nəhayət o kitabda pusada onların proqram sənədi kimi qəbul olunur. Yəni ki, burada əsasən, məsələn, yazılı mənbələrdə, aydın məsələdə tarixən bu saxtalaşmalar gedib, deməli, bəraət qazandırmaq ki, bunların işğalına, müəyyən o iddialarına. Bu kitabda mahiyyət etibarı heç onlardan geri qalmır. Nəyə görə əsaslanırım? Olar mı? Xətayda sonra... Hə, kitab nəyə görə əsaslanırım? Burada verilən kameral yazılarda Göyçə mahalında kəndlər adı çəkilir, erməni kəndləri. Biz orada yaşamışıq. Və bu kəndlər orada olmayıb heç vaxt. İndi də yoxdur. Hansı dövrə aiddir məsələn? Tutaq ki, 1800-cü illərdə. Erməni kəndinin adını çəkir. Göyçədə vaxt erməni kəndi olmur. Bəli, o Göyçədə erməni kəndləri olmur. Hətta orada əhali sayı da göstərir, kəndlərdən əlavə. Hardan götürüb bu məlumatları? Bu göstərir ki, mən bunu götürmüşəm. Əvvəlcə yarışmalarda, sosial yarışmalarda mən onu çox yazışmışam. Göstərir ki, bəlkə mən onu yadına saldım ki, bəlkə siz Leningrad Çar arxivindən bunu götürmüşsünüz. Deyir, bəli. Bəs onu necə götürmüşsünüz? Dostlarım var. Yaxşı, sonra bir kitab çapdan çıxandan sonra gəldi. Kitabda hər yerdə Ermənistan Milli Arxivi odur. Kitab, bax, açaq. Hər yerdə bu kitabdan gedir. Bəli, Ermənistan Milli Arxivi. Sonra da məlum oldu ki, Ermənistan Milli Arxivinin yazıları orada rus dilində və erməni dilində gedir. Bu, buradan, deməli, rus dilində olan tərcümələrini götürür. Hansı formada ötürülübsə, sosial şəbəkə orasını hələ mən dərin belə bilmirəm. Və yaxud bunlar necə əlaqə yaradıblar. Burada Folklor İnstitutunun orada rəisi Əli Şamilov İnstitutunun xarici şöbələ əlaqəsi var. Bu, Fransada olub. İnboxda da mən yazmışım. Mən Fransada olanda Nazir bunu tapıb neydim, neysə. Siz Əli müəllimlə danışmışsınız. Əli Şamilov, bəli. Danışmışsınız Əli müəllimlə. İnboxda o... Əgər rəy o veribsə... Rəyçi odur. Folklor İnstitutudur. Folklor İnstitutu məncə Eldar müəllim Folklor İnstitutundadır, elə mi? Yanır mı? Yox, Hüseyin müəllimi o xəstədir. Artıq dəyişib. Hə, yüz istəyirəm, hə. Dedim ki, səhv mənbələrdir. Axı, ermənilər tarixən bizim torpağını işğal edib, saxtalaşdırıb. Niyə? Yox, Nidal müəllim, indi biraz da siz alim adam deyil, mən alim deyiləm, mən sadə bir şairəm, amma düz deyil, Əli müəllim, mən sizdən heç vaxt razılaşmayacağam. Sona qədər mən razılaşmayacağam. Çünki erməni mənbələrinin əsaslanırsa, burada saxtalıqlar var. Eyni zamanda, siz burada yazın, Aşıq Ələsgərin mən yaşını kiçiltməklə onun dahiliyinə burada nə var ki? Bəli, Aşıq Ələsgər bir ömür yaşayıb. Onun həyatından bağlı, yaradıcılığından bağlı şeirləri var, toylar keçirib, məclislərdə olub. Sonra Aşıq Ələsgərin məhəbbəti, mifoloji burada ya ki, saxtadır, bu Səhnəbanın qarşılığı məhəbbəti olmayıb. Eyni zamanda şeirlərinə girişir ki, ədəbiyyat nəzəriyyəsində bu adamda şablon bir bilik var. Mən bunu təkrar üçün demirəm, çünki mənim də şeirlərimə çox girişli gördüm ki, bu adamın bədii təsvir vasitələrindən anlayışı yoxdur. Şablon qaydada nəyisə əzbərləyib, nəyisə uyğunlaşdırmaq istəyir. Yaradıcılıq başqa şeydir. Aydındır. Aydın İftam, mən indi Nazir müəllim, belə deyək,
Azərbaycanda çoxdan, indi bu yaxlar Qabil bəy dedi, yəni dünənin adamı deyil. Qəzetçi olub. Nazir bəy, mən bilirəm ki, çoxdanın həm hərəkət iştirak eləmiş adamı, yanılmıramsa. Bəli, qəzetçi olub. Qəzetçi də olub, yəni. Həm də indi də burada yazır, Atatürk Mərkəzində də şöbə müdiri işləyir. Yəni, bütün hallarda bilmirəm, valla, mən siz dediyiniz kimi, mən dəqiq bilmirəm içində nələr var bunun, oxumamışam. Amma hər halda əgər siz, sizin kimi dəyərli izləyərlər deyirsə ki, deməli, təhlükəli nəsə var. Xətai bəy, Füzuli müəllim Sabiroğlu'nun biz danışında dedi, daha çox etiraz doğuran məsələlərdən biri də Aşıq Ələsgərin doğum təvəllüdü ilə bağlı olub və ölüm tarixindən bağlı olub. Onu mən istəyərdim siz bir... Çox sağ olun, İlham müəllim, dəvət elədiyinizə görə. Doğrudan da bu kitaba baxanda, kitab başdan ayağa saxtadır. Yəni, ümumiyyətlə, vərək-vərək keçdiksə, tamamilə bütün o Göyçə mahalında olan bütün kəndlərdir, yer yurd adlarıdır, hamısı dəyişdirilib. O cümlədən də Aşıq Ələsgərin nəsil kökündə olan bütün o görkəmli adamlar ki olub, aşıqlar olub, hamısının doğum tarixləri dəyişdirilib, saxtalaşdırılıb. Burada da məsəl belə bir kitabı oxuduqca müəyyən özün üçün belə analiz eləyirsən ki, məsəl üçün deyirəm ki, məsələn, Nazir Əhmədliyə kimyagərdir, bu folklorçu deyil də, deyirsən ki, bunu araşdırma aparıb, nəysə tədqiqat eləyir, yeni bir nəysə üzrə çıxartmaq istəyir. Çox təəccüblüdür ki, görəsən, ilin günün bu vaxtında nə məcbur elədi ki, Nazir Əhmədli belə bir kitabı çıxartsın. Çünki bu kitabı çıxardanda da əgər bir nəsə məlumat var idisə, ən azı bir maraqlanardı Aşıq Ələsgərin qohumlarından ki, belə bir məlumat var, nə dərəcədə doğru ola bilər. Yəni bu kitabı vərəqlədiksək, əsəbdən başqa bir şey insana gətirmir. Yəni burada bütün babalarımızın son dövrdə, hətta mənim atamın doğum tarixinə qədər gəlib çıxıb ora və yalançı faktlara don geydirərək sanki sübuta yetirməyə çalışıb. Ancaq bütövlükdə tamamilə saxtadır. Yəni, bu ənlərində əsas tuturlar ki, Aşıq Ələsgərin doğum tarixi haqqında bir sənət yoxdur. Amma bu bilməli idi ki, Aşıq Ələsgəri indiyə qədər neçə dənə ziyalılarımız, alimlərimiz, tədqiqatçılarımız bunu araşdırıblar. Aşıq Ələsgərin sağlığında da o dövrdə də araşdırma gedibdir. Və bunun yubileyi də heç elə belə deyil ki, 150-lik yubileyi Ermənistanda keçirildi. O vaxt Ulu Önlərin Heydər Əliyev tərəfindən sərəncam verilmişdi və Ermənistanda bu keçir qeyd olundu. Və özünüz də bilirsiniz ki, ermənilər tarixən bizim düşmənimiz olubdur. Elə bir dövrdə 150 illik yubiley keçirilən vaxtı erməni ziyalılarından biri niyə çıxıb demədi ki, bunun 150 illiyi yox, 120 illiyi olmalıydı. Məsələn, bunu bildirə bilərdilər də bir səbəb kimi. Və sonradan 175 illikdə keçirildi, 190 illik keçirildi, qarşıda 200 illik gəlir. Belə bir vaxtda birdən-birə belə bir kitabın ortaya çıxması, mən elə başa düşürəm ki, burada böyük bir qüvvələr var, kimlərsə bunun arxasında dayanır. Bu dəstəkləyən insanlar var. İndi yəqin ki, mən bununla bağlı düzdür, bu yaxınlarda bir 200-dən çox Göyçə ziyalıları müraciət elədik. Hörmətli prezidentimizə, İlham Əliyev cənablarına, o cümlədə Mehriban xanıma, Oktay Asadova Milli Məclisin sədrinə və belə bu indi araşdırılacaqdır. Çünki böyük bir narazıçılıq var bu kitab haqqında. Qabil bəy, elə Sərdarı tanıyırsınız, Sərdar Əlibəyli, o da Göyçədəndir. Sərdar bəy o gün bir deməli status paylaşmışdı, yoxsa yazı yazmışdı deyəsən. Yazmışdı ki, mən başa düşə bilmirəm, indi Nazir Əhmədli bir kitabdır yazıb, bu Göyçəlilər niyə belə qəzəblidirlər? Onlar da götürsünlər, bir kitab yazsınlar. Yəni, hesab edirlər ki, Xətai bəy, belə dostlarımızdır, o da bir fikirdir, subyektiv fikridir. Deyir ki, nəyə görə məsələn tutaq ki, siz deyən kimi, cənab prezidentə müraciət etməyə nəyə ehtiyac var ki? Nəyə görə Oktay Asadova müraciət olunmalıdır? Siz də götürün, bir kitab yazın. Hə? Buyurun. Mən istəyirəm mikrofona danışı zəhmət olmasın. Mikrofonu götürün. Buyurun. Çox sağ olun. Mən də təşəkkür edirəm dəvət etdiyinizə görə, tədqiqatçı jurnalist kimi. Mən Aşıq Alının tədqiqatçısıyam və burada Aşıq Alının haqqında məlumatlar da saxtalaşdırılıbdır. Aşıq Alının ümumiyyətlə mənim kitabımdan da misallar gətiribdir Nazir Əhmədli və sonunda da qeyd edir ki, bu ümumiyyətlə indiyə qədər Aşıq Alı haqqında olan tədqiqat işləri düzgün aparılmışdı və Aşıq Alının həyat, ömür yolu deyək ki, ömrü xeyli şişirdilibdir. Yəni 110 yaş yaşamayıb, yaşayıbdır 74 yaş. Hətta o qədər fərq qoyur. Bəli, hətta o qədər fərq qoyur və hətta Aşıq Alını ümumiyyətlə təkcə Göyçə mahalında deyil, ümumiyyətlə Türkiyə səfərləri olub Aşıq Alını, yəqin ki bilirsiniz. Türkiyədə Aşıq Yevanı bağlayıbdır, İranda Aşıq Zəkini bağlayıbdır, Aşıq Duraxanı bağlayıbdır, Aşıq Əsməri bağlayıbdır və bu ümumiyyətlə o səfərləri ərəfəsində də bundan soruşanda ki, sən haralısan, deyir, mən Göyçə mahalının Qızılbək kəndinəm və şeirlərində də bunu deyir. Və bu ümumiyyətlə öz yazdığı kitabında da qeyd edir ki,
güya ki, bu sənətkarların sözlərinə ehtiramla yanaşır. Amma Aşıqalını tutar ki, o dediyi o sözə, mahalım Göyçədir, kəndim Qızılbəng, Aşıqalı təkə-tək gəlir. Və bunu ümumiyyətlə inkar edir və qeyd edir ki, Aşıqalı Qızılbəngdə anadan olmuyubdur. Gedib haradasa kameral təsvirdə Şişqaya kəndə bir Almədəd adında bir adam rast gəlir. Mikrofonu, bəli. Almədəd adında adamı deyir, Aşıqalının adı Almədəddir. Şikaya Qaraqonlu dərəsi. Yox, o da Göyçə mahalındadır. Göyçənin qədim kəndlərindən biri olubdur. Böyük kəndlərdən biri idi. Və indiyə qədər, ümumiyyətlə, bu Nazir Əhmədli yazana qədər, mən Göyçə mahalında 16 yaşına qədər oldum və hətta Aşıq Alını görən mənim atamın əmisi var idi. Onun da söhbətlərinə qulaq asmışam. Heç vaxt Aşıq Alını Şişqayalı alı kimi tanımayıblar. Aşıq Alını Qızılbəhli alı kimi tanıyıblar. Və Aşıq Alı ya Almədət olubdur bunun adı və Almədət onun atasının adı olubdur. Mirzə Mirzənin də atasının adı olubdur. Mən ümumiyyətlə nəsə şəcərəni burada qeyd eləmişəm. Onun qohum əqrabasıyla görüşdüm. Uzun illər tədqiqat işləri apardım. Və onun atasının adı Mirzə olub bəli. Mirzənin atasının adı Haqverdi olub nəsl şəcəriyə görə. Və bunların qohumların əksəriyyəti bunu sübut edirdi və deyirdi. Və güya ki, Aşıq Alının əmsi olubdur Nəbi adında. Amma Aşıq Alının Nəbi adında əmsi olmuşdur. Mirzə tək olubdur. Mirzənin əmsi olub Nəbi adında. Yox, bax abi, bunlar indi aydındır. Bunların detallarını mən istəmirəm detallara gedək. İndi Aşıq Alının əmsi olub, siz deyirsiniz olmayıb, o deyir olub. Burada yəni qorxulu nə var burada? Bunu yox, kənara söhbət ondan gedir ki, təkcə bu sənətkarların ömrünü qısaltmaqla, cavanlaşdırmaqla söhbət gedir. O düzgün deyil təbii. Bəli, Göyçənin tarixini qısaltmaqdır. Yəni burada erməni məkri var, söhbət nədən gedir? Ermənilərə bu sərf eləmir ki, Göyçədə tutaq desinlər ki, yerli türklər yaşayıbdır. Qədimdən falan vaxt onlar dərmanı üstü ki, belə deyək. Və burada bir məktəb yaranıbdır. Söhbət bundan gedir. Və burada ermənilərin məkrindən söhbət gedir ki, bu tarixi cavanlaşdırmaqla və sonra da orada süni şəkildə erməniləri yerləşdirməklə burada ümumiyyətlə Göyçəyə bəlli olmayan erməni kəndlərinin adları var. Mən bir şey də soruşum. Mən o bayaqları göstərdiniz məsələn mənə. Bir şey də deyim sizə. Füzuli bəy də deyəsən status yazmışdı. Məsələn, Aşıq Ələsgər əgər filan ildə anadan olub, Nazir mənim belə yazır. Aşıq Ələsgər filan ildə əslində anadan olmayıb. Çünki həmin illərdə həmin kənd boş idi, orada adam yox idi. Doğrudurmu? Yəni bunu yazmaq bir qədər təhlükəlidir. Çox təhlükəlidir. Əlbəttə təhlükəlidir. Yaxşı, necə? Siz orada erməni mənbəyinə istinad edirsiniz və Ermənistan Milli Arxivi sözü yazırsınız istinad kimi və o məlumatın harada saxlandığını iddia edirsiniz. Və sonra da cəmiyyətdə şaşdırıcı ümumiyyətlə sözlər işlədirsiniz ki, yox, mən bunu Peterburq arxivindən götürmüşəm və yaxud da Rusiya arxivindən götürmüşəm. Yəni bu yalan. Siz o sənədlərin kimsə, məsələn, bax sizlərdən kimsə həmin sənədlərin orijinalıyla tanış olub. Orijinal yoxdur. Surətinlə. Üzr istəyirəm, qalıb mən. Biz hamımız ağıllı baxın. Bunu mən sadəcə olaraq kompüterdən çıxartmışam. Bu cürdür. Və tutaq orada yazılır ki, Ağkil kəndinin kameral siyasi üstə yazılır 1859-cu. Rusiyanın da, Rusiya keçirib bunu. Yox, bunu Ermənistanda keçiribdilər. Ermənistanda keçiriblər və rus dilində bu... Amma mən sizə bir şey deyim, indi necə qəbul edirsiniz eləyin, etiraf etmək lazım. Ruslar çar dövründə də olsa, kameral təsvirləri çox düzgün olur. Elə bir şey var, düzgün, mən sizə... Düzgün olurdu. Mən inanmıram ki, məsələn, Rusiya ermənilərə görə hansısa bir kameral təsvir dəyişsin. Mən sizlə razıyam. Mən tutaq ki, bax, bunu qəbul edirik, düzdürmü? Amma deportasiya 30 ilə yaxın ki, bir deportasiya olmuşuq. İndi kim zəmanət verərmi ki, Ermənistanın milli arxivində saxlanan, bax, bu sənədi saxtalaşdırıb göndərmir. Aydındır, təbii ki, mən də ona deyirəm. Burada bir rəqəm var. Bəli. Bu rəqəm kompüterdə. Heç bir problem yoxdur. Bəlkə bu 39-cu il. Mikrofona danışın. Bəli, bəlkə 39-cu il olub. Burada sadəcə yaşlar göstərir. Bax, yazılır. Aşıq Ələsgər 21 yaşında olub, sağ olun deyirəm. 42-ci ildə. Bəlkə 42, belə 52-ci il. Bəlkə 42-ci il olub. Necə ola bilər? Bütün Sovet dövrü, ondan əvvəlki devrlər, hamımız bilmişik, oxumuşuq, dəqiq sənədlər əsasında bilinib ki, Aşıq Ələsgəri filan vaxtı doğulub, filan vaxtı rəhmətə gedib, 105 ildə yaşayıb. Doğrudur? 105 yoxsa 103? 105 il. Saxtalaşdırmaya kim zəmanət verə bilər ki, bu zəmanət, bu saxtalaşdırma bu rəqəmlərdə olub. Aydındır. Buyurun. Və mən sual vermirəm, çünki artıq məsələ məlumdur. Buyurun. Təşəkkür edirəm bizi buraya dəvət eləməyinizə və bizim bu çıxışımıza imkan yaratdığınıza görə. Ümumiyyətlə, mən sizin suallarınızda mən gördüm ki, sosial şəbəkədə gedən danışıqlardan, yazışmalardan məlumatdısınız. İlk dəfə Nazir Əhmədli bu məsələni müzakirəyə çıxardanda mənim səhifəmdə çıxartdı. Və mən orada buna müəyyən etirazlarımı bildirdim. Hələ bu vaxt çox dostcasına, çox Eloğlu kimi belə yazışmalarımız olurdu.
Mən buna etirazlarımı bildirdim ki, sənin bu cür ziddiyyətli məlumatların böyük bir qınağa, böyük bir narahatçılığa səbəb olacaq. Çünki belə deyək də, Aşıq Alı, Ağaşıq, Dədə Ələsgər, bunlar sıradan bir adam deyil idilər. Bunlar tarixi şəxsiyyətlər idi. Bu tarixi şəxsiyyətlərin 31 ilini, 35 ilini yalana çıxartmaq, bu böyük bir məsələdir. Yəni, bunlar bir kənddə, bir ildə tanınan deyildilər. Bunlar demək olar ki, bu bəşəriyyət əhəmiyyətli insanlar idi və bunlar Türk dünyasının bir neçə ölkələrində olmuşdular, tanınırdılar. Bu adamların yaşını 31 il, 35 il yalanlamaq olarmı? Özü də məhz azaltmaq. Məhz azaltmaq. Yəni, bu artıq biraz başqa şeylə xəbər verir. Mən ona bir etirazımı da bildirdim ki, Göyçə mühitində 105 il orta ömür idi. 105 il. Amma 74 il gödək ömrü idi. 74 ildə Deyirdilər, rəhmət edin, deyirdilər, cavan öldü ya. 74 ildə dünyasını dəyişənlərə dedilər ki, nakam getdi. Nakam getdi, bəli. Göyçədə 136 il, şəxsən mənim atamın nənəsi 136 il yaşayıb. Gözümüzlə görmüşük. Qucağında böyümüşük. Bu, bilirsinizmi İlham müəllim, bu kitabla ümumiyyətlə Göyçə adət-ənənəsi, Göyçə tarixi yalana çıxarılır. Valla doğrudan mı ermənilərdə bu faktı olsaydı, ermənilər bunu çıxartmazdılar? Üzr istəyirəm, qoy ona gətir. Mənə doğrudan çatmır. Ona gətirirəm, mən üzr istəyirəm. Yəni, bu ümumi Göyçəni yalanlamaqdır. Göyçə mahalı, mənim narahatçılığım nədir? Orada ilk müzakirələrdən bu deyirdi ki, Qərbi Azərbaycanın 16 mahalının haqqında kameralı təsvir çıxardacaq. Yəni, bu sənədləri biz almışıq. Mən orada da ona bildirdim ki, yəni, bu ümumiyyətlə sən Qərbi Azərbaycanın tarixini yalanlayırsan deməli. Bu, mənim kəndimin, mənim mahalımın tarixini yalanladığını görürəmsə, deməli, bu, o bir mahalların haqqında da bu yalanlar var və buna biz çalışıb imkan verməyəcək. Həm də burada İlham müəllim, burada bizim dövlət və milli maraqlarımız təhlükə altına düşür. Mən qısaca burada bir stat gətirim sizə. Heydər Əliyev 1971-ci ildə Mərkəzi Komitənin tapşırığıyla, sərəncamıyla Heydər Əliyev birbaşa Təşkilat Komitəsinin sədri idi. 150-lik yubileyi. Heydər Əliyev bunların Şopen dedikləri, bu dırnaqarası Şopenin məlumatı yox idi. Bu Şopenin yazdıqlarından məlumatı yox idi. Bundan əlavə, yəni bu Heydər Əliyev kimi dahi bir şəxsiyyətin bu cür sərəncamların şübhə altına almaq, bu elə belə şey deyil. Və bunu biz 3 aydır bu adamlara deyirik. Bu adamları müdafiə edənlərə deyirik. Amma çox acınacaqlı haldır ki, aidiyyəti qurumlar heç bir rəsmi münasibət qoymur ortaya. Və bu müəmmallıq uzanır və insanlar arasında narahatçılığa səbəb olur. Bu bir tərəfdən. Yəni biz o mühitdə yaşamışıq. O mühitdə yaşayıb görmüşük ki, ermənilər melorasiya, qazıntı işləri adından haradasa nəsə iş görür, oraya bir erməni izahdır, xaç atır, yaxud bir nəsə işarə atır. 2 ildən sonra gəlir oranı qazırlar ki, deməyəsən, bura erməni torpağıymış. Yəni bunları çox güman ki, Nazir Əhmədli və onu müdafiə edən, onun arxasında duran adamlar, əksəriyyəti Qərbi Azərbaycanda yaşayan adamlardır. Və bunların hamısı görüblər. Özdə onlar bizdən yaşlıdır. Mən bunu 20 dəfə görmüşəmsə, yəqin ki, onlar 60 dəfə görüb. Bunları görə bu erməni əlində 200 ildir Şopen bunu yazıb, 200 ildir bu erməninin əlindədir. Erməni əlində olan bir sənədin dəyişirilməməsinə qarantiya nədən olurlar? Və bir gün çox ciddi cəhdlə bunu müdafiə edirlər ki, yox, bu düzdür. Bu nədən gəlir? O devirdə, hələ Sovet devrində, belə deyək də, bizlərin əlini qolunu ermənilər, ruslar bağlamışdılar. Biz öz tariximizlə məşğul ola bilmirdik. Azərbaycanlı tədqiqatçılar, tarixçilər Azərbaycan tarixinə girişə bilmirdilər. Amma ermənilərin böyük imkanları var idi əllərində. Ermənilər hər cür türk izini, türk tarixini silməyə çalışırdılar və müəyyən mənada da buna nail olurdular. Siz təsəvvür edin, həmin illərdəki erməni tədqiqatçıları, erməni yazıçıları, dahi türk sənətkarları, Aşıq Ələsgərin, Aşıq Alının bu 31 ilinə, 35 il yalanına, dırnaqarası yalanına nətər bunlar göz yuma bilərdilər? Aydındır, təbii ki. Nətər göz yuma Belə bilərdilər? çox ciddi. Mən elə istəyirəm, elə Xətai bəylə davam eləyək Aşıq Ələsgər məsələsini. Bax, siz indi Şəzərəni təbii ki, hamınız da yaxşı bilirsiniz, tədqiqatçılarını hətta yaxşı bilirsiniz.
Nazir müəllim hansı faktlara əsaslanır və siz nəyə görə hesab edirsiniz ki, əslində bunlar yanlışdır? Evet. Deməli, Nazir müəllim bu kitabda bildirib ki, güya ki, Aşıq Ələsgər 1852-ci ildə anadan olub. Bu və əlində qısa olaraq bir fakt əldə eləyir. Bu fakt da nədir? Əsas tutur ki, Aşıq Ələsgər 40 yaşından sonra evlənməyib, Aşıq Ələsgər 25 yaşında evlənib. Bu tutaq ki, kameral təsvirdə bu mümkün deyil ki, kimsə evlənmə tarixi üzə çıxsın ki, yazılsın ki, filan ildə evlənib və yaxud filan ildə evlənib. Bu müəyyən məqamlar əsas tutur. Düzdür, bu kitabı oxumayan adam, o cümlədən Aşıq Ələsgərin nəslini belə deyim də, müəyyən şəcərələr bilməyən adam doğrudan da inana bilər bəlkə də ki, deyər ki, doğrudan Aşıq Ələsgərdə bu qədər hər bir oğul ata arasında da yaş fərqi var. Məsələn, evladla o bir qardaş arasında da yaş fərqi var. Amma bunların hamısı belə ümumiyyətlə baxanda görürsən ki, tamamilə saxtalıqlar əsasında qurulubdur. Deməli, Aşıq Ələsgəri 31 il qısaldır və burada deyir ki, fakt gətirir ki, 31 il bu tərəfə çəkir, deyir ki, 1852-ci ildə anadan olub. Bunu oxuculara bildirir. Deyir ki, bu belə anadan olub. Sonra bunun üzərinə gəlir, sonra deyir, uydurma deyir, əgər 41 yaşdan sonra evlənibsə, 41 yaşı o üzərinə gəlir və sonra burada Aşıq Ələsgərin oğlu Bəşiri deyir ki, hökmən bu 1898-ci ildə anadan olub. Yalanı qurur, burada da fakt qoyur. Deyir ki, mütləq bu 1898-ci ildə anadan olubdur, çünki 41 yaş üstünə gələrsə. Sonra buna uyğun keçir Ələsgərin qardaşlarına. Məsələn, Ələsgərdən sonra Salahın qardaşı. Deyir ki, məsələn, Aşıq Ələsgər 1852-də olubsa, bu birisi qardaşı da yəqin ki, 3-4 yaş kiçik olub. Bu da 1854 olub. Olmaz ki, ondan dillər. Buna soruşun, neçə yaşın var? Böyük qardaşı. 20 yaş fərqimiz var da, bu olan şey. Sonra burada əsas tutur ki, ola bilməzdi ki, Məşədi Salahın oğlunun yaşını gətirib çıxardır ki, bu əgər bu yaşda doğum tarixi gəlib, burada mən hamısını qeyd eləmişəm, bütövlükdə kitab var, Ruska ilə qeyd eləmişəm, hamısı qapı ora. Bu, məsələn, hansı oxucuya lazımdır, yalan, saxta bu məlumatlar. Burada, məsələn, gəlir sonra Bəşirin, güya ki, ölüm tarixini gətirir, 54 il yaşayıb ki, Aşıq Ələsgərin böyük oğlu Bəşir 54 il yaşayıb. Halbuki yalan, 67 il yaşayıb Bəşir. Sonra burada müəyyən məqamlara gəlib, hətta gəlib o vaxtda ki, mənim gözüm qabağında olan Aşıq Talıbın yaşını. Bəli. Onu da yenə qısaldıb, 1877-də anadan olubdur mənim babam. Bunu da yazır ki, 1892-də anadan olub. Bunu da belə qəbul edir də. Yəni, bunu əsas tutur və burada da ölüm tarixlərini deyir ki, tutaq ki, Aşıq Ələsgər yaşayıb, cəmsi 74 il yaşayıb, Talib yaşayıb, 86 il yaşayıb. Yəni, belə-belə bütövlükdə nəsildə olan nə qədər ki, insanlar var, hamısının yaşını tərif edir. Biz bir neçə, üzr istəyirəm, sözünüzü balla kəsim, unutmayın. Biz bir neçə gün bundan əvvəl, ötən ay idi deyəsən, Qəmbər Şəmşiroğlu'nun qonağı olduq. Bəli. Qəmbər dayı xeyli danışdı Aşıq Ələsgərdən, xeyli danışdı, Aşıq Talıbdan danışdı. Dedi, mən necə deyir, məsələn, deyir, təbii ki, atasından, Qurban kişi ilə Aşıq Ələsgər dost olublar, amma Qurban kişi çox kiçik olub. Kiçik olub, bəli. Üzr istəyirəm, Qurban kişi Aşıq Ələsgərin böyük oğlu Bəşirlə bizim Nərmanlı kəndində, Mollaxanada bir məktəbə gediblər. Yəni, ən azından bunlar hamısı yaddaşlarda olan şeylərdir. Bunu Qəmbər Şəmşiroğlu var, bunu Ağsaqqal adamdır, biri tanıyır, bəli, doğrudandır. Buyurun. Bəli, elədir. O cümlədə, məsələn, Aşıq Ələsgərin atasının adı Alməmmədi gətirir, çıxardır, 1824-cü ildə güya anadan olub. Halbuki Aşıq Ələsgərin özü 1821-də anadan olduğu halda, Aşıq Ələsgərin atasını gətirir, çıxardır. Yaxşı, ona qədər, o dediyim məsələ varmı ki, deyir ki, o kənd boş idi, elə bir, harada yazılır, var o? Burada əsas gətirib ki, fakt gətirib çıxardır ki, güya ki, 1831-ci ildə Ağkilsə kəndində yaşayış olmuyor. Kənd olub, amma yaşayış olmuyor. 1831-də. Əgər desəydi yaşayış olub, onda deyərlər Aşıq Ələsgər 1821-də olub. Nətər yaşayış olub? Onda Ağkilsə necə gəlib? Necə gəlib? Hardan gəliblər? İş orasıdır. Aşıq Ələsgərin atası Alməmməd kişi, onun atası Allah verdi və onun atası Talıbxan olub. Bizim, məsələn, ulu babalarımız Talıbxan Cənub Azərbaycana köçüb gəliblər. Onlar da ta gedir, məsələn, babam danışır demişə, ki, Şah İsmail Xətayya gedib çıxır, ulu babalar da. İndi bu dəqiqə belə baxsan, hər birimizi araşdırsaq, bəlkə kök gedir, arasa bir yerə gedib çıxır. Amma sırf Talıbxan Göyçə mahalına gəlibdir. Haradasa bu da ki, bir 1600-cü illərdən sonra gəlib düşür. Deməli, bu həmin kənddə də, dədə-babalardan da bizim kəndimizin özündə məscid var idi. 1715-ci ildə tikilən məscid. Kənd sakinləri qabağında. Bunu Nazim müəllimə demirsinizmi? Nazim müəllimə İndi üzr istəyirəm, Nazim müəllimdən belədir də. 18-ci əsrin məscidi varsa, qəbirstanlıqlar varsa, əgər orada siz Ağkilsənin olub ümumiyyətlə Nazim müəllim görəsən?
Ümumiyyətlə mən o sualı ona verdim. Telefon söhbətimiz oldu, ona sualı verdim, dedim ümumiyyətlə Göyçədə olumsuz dedi, yox. Kəndin Başa tarixini düşə qəbirstanlıq bilmirəm. dəstəsi Göyçədə yazmışlar. olub, kitab yazan adam, kitab yazan müəllif, ümumiyyətlə bir Qarış-qarış yer yurdu gəzməlidir haqqında oralar. kitab yazırsa, qarış-qarış o yerləri gəzməlidir, kəndləri bilməlidir. Bilməlidir ki, çay aşağıdan yuxarı axır, yoxsa yuxarıdan aşağı axır. Bunu biləndən sonra kitab yaza bilər. Hətta onu maraqlıdır ki, bu folklorçu da deyil də. Adi kimya. Axı folklor institutunun nəyə görə rəy verib? Bax, mənim üçün. Bilirsiniz necədir? İnstitut rəy verməyib. Oranın üstü vermir. Folklor üstündə rəy yox. Bu Əmir Şamil Mikrofona haqqında da mən bir O birisi mikrofona danışasınız, onda zəif. Əli Şamil haqqında da bir qısa məlumat vermək istəyirəm. Bu kitabla bağlı mən etirazımı bildirdim, getdim folklor institutuna. Təsadüfən orada Əli Şamili də gördük. Mən düzdür onu tanımırdım. Niftalı Göyçənin, bəli, ziyalımızla bir yerdə getmişdik. Orada mən, bu söhbətindən mən başa düşdüm ki, bu Əli Şamildir. Mən ona bir dənə sual verdim. Düzdür, məqalədə də onu qeyd eləmişdim. Dedim ki, Əli müəllim, siz babalarınızı, mən dedim, mən babalarımı yaxşı tanıyırdım da. Siz öz babalarınızı tanıyırdınızmı? Yəni belə dedim ki, yəqin ki, bu kitab haqqında mən bunu konkret susturum da. Qayıtdı dedi ki, bu kitab çıxana qədər mən babamı tanımamışam. Mən həqiqətən dəhşətə gəldim də. Dedim, deməli belə çıxır ki, nağdı mən canlı şahidlər ayrı şey. Tutaq ki, mən 50 dənə də elə sənət gəlsə, mən qəbul eləmirəm. Temboli erməni müharibə getdiyi dövrdə Ermənistan tərəfi verdiyi sənədi mən tamamilə qəbul Yox, sənədi necə alıb, Nazim müəllim? İndi söhbət odur ki, bu sənədi necə alıb? Bunu indi hüquq mühafizə orqanları yəqin Siz araşdırır. müraciət eləmisiniz. Müraciət eləmişəm, bəli. İndi yəqin tezliklə araşdırır. Buyurun. Əslində burada hüquq mühafizə orqanı yox, ümumiyyətlə dövlətin təhlükəsizlik orqanı, xüsusi xidmət orqanları bu məsələyə qarışmalıdır ki, necə olur ki, bu sənədlər Ermənistanın milli arxivindən götürülür. Sənin nə marağın var? Əslində belə götürək, heç Ermənistanın, ermənilərin milli arxivi nə vaxt oldu, nə vaxt yarandı? Bu Qafqazda ermənilər köçmə idi, özləri haqqında bir abidə də ucaltmışlar ki, o zaman neçənci il idi? 150 il idi. Yəni, sonra da o abidəni götürdülər. Dedilər ki, Arada şəhətlər demək, idi, arada şəhətlər. yalanımız üzə çıxır. Belə şeylər, demək, o əsaslandırır. Deyir ki, buyurun, orada bir emək olmuşdu ki, müraciət edin internetdə, açıqdır. Ermənistan Milli Arxivi açıqdır. Buyurun, müraciət edin, orada var internetdə. Bu, bunu da deyir. Mən düz oraya girə bilməmişəm. Sonra oradan cadlar göstərdi. Yox, Ermənistan milli arxivinə nəyə görə biz istinad eləməliyik? İnternetə necə verilir bilmirəm. nə məqsəd var burada? Ondan da əvvəl arxivlərdən istifadə etməyə bir qaydası var. Əgər o hansı arxivdən istifadə edirsənsə, ora icazə olmalıdır. Daxil olmalıdır. Əlbəttə ki, o ora açıq internetdə açıq yerləşdirilən Sənədin əslində sənədlər onlar etibarlı sənəd deyil. O kopyalar uyğunlaşmalıdır və o öz əksini tapmalıdır ki, möhürlə, ümumiyyətlə hansısa bir arayışla ki, bu həqiqətən sürətinin əslində düzdür. İnternetdən kameral Bəli. siyahını götürmək cinayətdir. Qardaş. Çünki açıq hansısa bir sənədi internetdən Xəbər qoymazlar. televiziyasının açıqlamasında Etibarlı Nazir sənəd. Əhmədli deyir ki, möhtəbər mənbədi saxtalaşdırma mümkün deyil. Onda belə çıxır ki, bu saxtalaşdırmanı özün eləyirsən. Saxtalaşdırmanı özün eləyirsə, özü çıxsın desin ki, qardaş, mən eləmişəm. Suallarımız olur, qardaş, sən bu Ermənistan milli arxivinə necə daxil oldun və yaxud bu informasiyanı necə əldə elədin? Çünki bunun hüquqi sənəd statusu olmadığına görə informasiya toplusundan başqa bir şey deyil bugün. O da cavab verir. Tarixən. Bu, Yəni, bilirik ki, Qarayasmalar da bizi günahlandırır. İrəvan xanlığı olub, Göyçə malı, bütövlükdə baxanda o zona hər biri türklər yaşayıb da, o cümlədən də biz nəsil kökümüz orada yaşayıb. Bunu da şəxsən Cənab İlham Əliyev də dəfələrlə öz müraciətində, çıxışlarında deyib ki, əzəli bizim torpaqlarımız olan Göyçə malı. Yəni bunu qeyd edib dəfələrlə və sübut eləyib və tarixdə də var. İndi belə bir halda, belə bir vəziyyətdə bu kitaba nə ehtiyac var idi? Gəlsinə bax belə bir mövzunu ortaya atsınlar və böyük bir kütlə, bundan çox böyük narazıçılığı var. Çox böyük narazıçılığı var bu kitabın çıxmasına bağlı. Mən bilirsiniz nədən ehtiyatlanıram? Mən ondan ehtiyatlanıram ki, bu kitab bu qədər ki, bu müzakirələr gedir. Sabah da görə də siz bir erməni alimidir götürdü. Bəli. Artıq yenidən işlədi, qaytardı təzdən. Bir 5 il keçər, 15 il keçər. Deyəcək, bax sizin üzr istəyirəm. Burada mən bunda xüsusilə qeyd eləmək istəyirəm ki, bu kitabın elmi redaktoru Nizami Cəfərovdur. Akademik, millət. Nizami müəllimin Allah kömək olsun. Hörmətli akademikimizdir, ziyalımızdır. Elə mən buradan birbaşa nə dedim, Nizami müəllimin hörmətim çoxdur. Amma Nizami müəllim heç vaxt oxuduğu, rəy verdiyi kitabları oxumur. Mən üzr istəyirəm. Mən onun yanında, birinci dəfə deyil. Nizami Cəfərovun yanında oldum. Bir xəbərim yox. İradımı bildirdim. O mənə gətirdi, əlinlə belə göstərdi ki, bu qədərini dedi mən oxumuşam. Buradan o yanıcı dedi bilmirəm. Amma mən ona bildirdim ki, iradımı bildirdim ki, bəs necə olur ki, tutaq ki, deyir ki, Aşıq Ələsgərin həyatı da, burada tutaq ki, nəyəsə, tutaq ki, doğum tarixini əgər bu sənəd əsasında deyirsə, bəs bunun şəxsiyyətinə, müəyyən həyat yaradıcılığına niyə toxunur? Məqsəd burada başa düşməyədir. Babalarınız da dəyişdi orada. Allah verdiyi Hər birini burada aşağılamaq.
Hətta Aşıq Ələsgərin babasının adını deyir ki, Allah verdi olmayıbdı. Haqq verdi olub. Aşıq Ələsgərin əmisini gətirir onun babası eləyir. Nizami müəllim nə reaksiya verdi? Reaksiyası Müəllim odur ki, özü də Atatürk orada mərkəzinin şöbə müdiridir. Deyirəm ki, burada qələt məşhurlar müzakirə obyektinə çevrilir. Nazir rəhmətli artıq tarix faktları qoyur. Qələti məşhurları, elə belə də indi biraz qələt məşhurlar, yəni ki, indiyə qədər bu tədqiqat aparanlar, yubiley keçirən, bunlar hamısı qələt Nə demək məşhurlar. bu ifadə mən anlamadım. Yəni Məhəmməd Səhifzadədən bu yana nə Bir qədər dəqiqə. tədqiqat işləri aparırsa, bu aşıqların barəsində, onlar qələt ediblər, yanlışlığa yol verir. Səhv Nə danışır? Heydər Əliyev o boyda araşdırma aparıb. Bunu qələt Milli Azad Hərəkatının lideri Əfəz Elçibəy Aşıq Ələsgərin irsinə böyük hörmət göstərib. Yəni Məmməd Əmin Rəsulzadə, ümumiyyətlə mən belə baxıram ki, kimlərsə istəyir Babəkə, istəyir Şah İsmail Xətaiyə, Milli Azadlıq Hərəkatının lideri Əfəz Elçibəyə, dahi şəxsiyyət, Azərbaycanın vaxtında parçalanmasının qarşısını alan Heydər Əliyevin və irsimiz, folklorumuz, milli dəyərimiz olan Aşıq Ələsgərimizə kimlərsə söz atırsa, sataşırsa, bu artıq düşmən bir dərmanın üstəlməkdir. Başqa görə necə adlandırmaq olar bunu? Başqa məqama toxunmaq istəyirəm. Biz yekunlaşdırmalıyıq birazdan. Çünki Nə burada qədər vaxtımız var Orxan? Buyur. Burada təkcə Beş dəqiqə ümumiyyətlə o yekunlaşdırmalıyıq. saxtalaşdırma coğrafyamız, tariximiz təkcə həm də saxtalaşdırılır. Milli məsələlərə də burada toxunulur. Tutaq orada yerli türklər tayfalar şəklində göstərilmişdi. Və erməni Suriyadan, İrandan, yaxud da Türkiyədən gələn ermənilər sadəcə ermənilər şəklində göstərilir. Yazılır ki, erməni. Və burada hətta bu biraz da irəli gedərək Nazir Rəhmətli ağ aşığı türklükdən uzaqlaşdıraraq qeyri-millətlərə aparıb çıxarır. Məsələn? Ya ki, milli, bu olur milli və erməni milli arxivdə milli tayfasına baxanda görürsən ki, bu Kürd tayfasıdır. Ya ki, gəlibdir, aşıq Allah verdi, milli Kürd tayfasındandır. Və bunun da nəvəsi hazırda Türkiyədə Samballı və nüfuzlu universitetlərin birində dərs deyir. O etiraz bildirdi və öz açıq şəkildə yazdı ki, mənim babam türk oğlu türkdür. Sən mənim babamı Kürd, yəni milliyə niyə aparıb çıxarırsan? Yox, dəxli yoxdur. Yəni onu Türk təkfir edir. Azərbaycanlıyıq, bəli. Bilirəm. Amma yəni düzgün olmalı. Amma düzgün olmalı söhbət ondan gedir. Və biz illərlə elə Göyçəm halında da bəli, Kürtlərlə qardaş kimi yaşamışıq. Bir-birimizə qız ver, qız almışıq. Amma söhbət həqiqətdən gedir. Həqiqətdən gedirsə, təbii ki, yanlış Sonra da olmaz. onu ittiham edir ki, sən niyə babanı, öz ərsizliyini, nəslini və nəcabətini danırsan? Həqiqətən çox böyük ağır ittihamdır. Və burada bu kitab həm də milli təfriqəni qızışdırmağa xidmət edilmiş kitabdır. Mən yəni bunu bildirmək istəyirəm. Aydındır. Bəli. Milli folklorumuz, milli mətbəximiz, milli dəyərlərimiz qorunmalıdır. Biz ona sahib çıxmalıyıq. Əgər bax biz milli dəyərlərimizə sahib çıxa bilmiriksə, bizə düşmən kəsilən şəxslər, siyasətçilər, necə deyim, xalq toplumu, onlar bizim dəyərlərimizə sahib çıxmağa çalışırlar. Dəfələrlə bu barədə bildirmək olar. Yəni milli kulinariyamızın bir neçə yeməklərimizi ermənilər öz adına çıxartdı. Nə bilim, hətta eşitmə görə muğamı, hansısa bir ən populyar mahnılarımızı öz adına çıxardır. Əslində, 1-ci Pyotrun vəhşəti var deyə erməniləri oraya köçürmək, mən bu barədə ruslara dəfələrlə müraciət etmişəm. Bir açılın, bir aydınlaşdırın fikirlərinizi. 1-ci Pyotr nə vaxtsa səhv edib deyə siz o səhv sülaləsini davam mı etməlisiniz? Aydındır. Və ki, bir ədalətə gələsiniz. Arif müəllim, çox sağ olun, minnətdaram sizə. Sağ olun, İftar müəllim, sağ olun. Mən hesab edirəm ki, bu mövzu qapanmamalıdır. Nəyə görə? Çünki müzakirə getməlidir. Amma mən açıq deyəcəm, səmimi deyəcəm sizə. Amma yenə də qayıdacam, verilişin əvvəlindəki o fikrimə yenə də qayıdıram. Hesab edirəm, bu belə verilişlər lazımdır, amma bu kitabda olan bütün o detallar hamısı hansı səhvdir, təhrif olunub, mütləq qarşısına yeni faktlarla çıxıb Üzr təşkil istəyirəm. etmək Başdan ayağa səhv. Bax burada kənd adları var. 3 ay müddətində bu sosial şəbəkədə gedən müzakirələrdə bütün onlar təhlil olunub və qarşı tərəfə, yəni o müəllifə təqdim olunub ki, bunlar səhvdir. Sadəcə müəllif bunları qəbul etmək fikrində. Müəllifin qəbul eləməklə deyil. Buna rəy verən Nizami müəllim var, hörmətli akademik. Bunların hamısına məlumat verilib. Buna məlumat verilməlidir və təhlükəli kitab kimi hamısına müraciət olunub. Qərar verilməlidir. Aydındır. Çox sağ olun, minnətdaram sizə. Çox sağ olun. Siz APA televiziyasının efirində İlham Tumaslı 40 dəqiqəyə baxdınız.
Bizdən ayrılmayın, çünki sonda sizi həmişə olduğu kimi günün musiqisi gözləyir. Emin Sabitoğlu sözləri Vaqif Səmədoğlu'na məxsus, məşhur bir tamaşada səslənmiş mahnı, Bağışla mahnısı. İfa eləyir. Hansı mahnıdır Orxan? Üzr istəyirəm, Vysotski. Yəni üzr istəyirəm. Birinci musiqini seçmişdik, Vysotskinin. Vysotskinin ifasında gözəl bir musiqi səslənir. Mən sevmirəm, nələri sevmirəm, kimsə məndən gizlin məktubumu oxuyanda, kimsə məndən gizlin arkada bir işlər çevirəndə bu şeyləri sevmirəm. Vysotski də bizim fikrimizə şərikdir. Hələlik birinci günə qədər. Я не люблю холодного цинизма, в восторженность не верю. И еще, когда чужой мои читает письма, заглядывая мне через плечо. Я не люблю, когда наполовину или когда прервали разговор. Я не люблю, когда стреляют в спину, я также против выстрелов в упор. Я ненавижу сплетни в виде версий, червей сомнения, почести иглу, или когда все время против шерсти, или когда железом по стеклу. Я не люблю уверенности сытой, уж лучше пусть откажут тормоза. Досадно мне, коль слово честь забыто, и коль чести наветы за глаза. Когда я вижу сломанные крылья, нет жалости во мне и неспроста. Я не люблю насилие и бессилие, вот только жаль распятого Христа. Я не люблю себя, когда я трушу, досадно мне, когда невинных бьют. И я не люблю, когда мне лезут в душу, тем более, когда в нее плюют. И я не люблю манежи и арены, на них миллион меняют по рублю. Пусть впереди большие перемены, я это никогда не полюблю.